Böyük xəstəxana binası, 40 nəfər tibbi personal. Ancaq burada bir çox tibbi xidmətlər göstərilmir. 2011-ci ildə inşa olunmuş Şəki rayonu Aşağı Göynük kənd xəstəxanası 2020-ci ilədək 10 kəndin təxminən 20 mindən çox əhalisinə xidmət edib. İcbari tibbi sığortaya keçidlə əlaqədar eyni adlı həkim məntəqəsi keçən ilin yanvar ayından ailə sağlamlıq mərkəzi kimi fəaliyyətini davam etdirir. Sakinlərin sözlərinə görə burada adi iynənin belə vurulması qadağan edilir. Buna görə də çətinliklə üzləşirlər. Mənim oğlum xəstələndi, bitdən ürək tutması oldu. Gətirdim Marisaya, gördüm ki, bunlar heç şey eləyə bilmədilər. Xəstəxana bağlıdır. İlla ki, bizə iynə vurma icazə verilmir. İynə vuran oldu, nə bir şey Şəkiyə aparana kimi, skoru çağırıb gələnə kimi uşağım rəhmətə getdi. Yəni bu Marisada nəsə eləyə bilsəydilər xəstəxanada, bir iynə vurardılar, bir həkim bir fırlanardı, nəsə uşağım rəhmətə getməliydi. Müasir tipli xəstəxanamız var, qardaş. Müasir tipli alıb Avropa sayağında ha. Sancıdan gəlmişdim, deyirəm, sancı tutulma. Soğuk su içdim, nə oldu? Bir iğne dikiyor, yok kardeş, mütlah şehre gitmezsen. Ne günah sahibiyim ben buna şehre giderim. Neyle giderim? Şehirde değil, ben gözlemirler ki. Şehre doğru girende acile gözle. 100 adam vardı öbede. Qaynım xərçəng xəstəsi idi. Biz ona bir dənə iynə vurma, aşağı göydü, sertifikat tapmadıq, amma bizim xəstəxanamızdan sertifikaları da var, həkimi də var, ən gözəl də həkimdir. Yəni biz ondan əvvəllər... Gətirəndə bura vura bilmirlər? Yox, vurmurlar ki. Xəstəxananın baş həkimi də onu təsdiq etdi ki, bəli, burada tibbi proseduraların həyata keçirilməsi qadağan olunur. Təbibdən bildirildi ki, Aşağı Göynük kənd xəstəxanası 2020-ci ildən icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq həkim məntəqəsi kimi fəaliyyətini davam etdirir. Tibbi ərazi bölmələrini idarəetmə birliyi, publik hüquqi şəxsin əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinə əsasən ötən ildən Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi adlandırılır. Burada hazırda ilkin tibbi sanitariya yardımı xidmətləri zərfinə müvafiq olaraq 35 adda xidmət həyata keçirilir. Ancaq Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzi bölməsində niyə iynə vurulmasına qadağa qoyulur sualımıza qurumdan cavab verilmədi. Rəhman Həkimzadə, Əli Cəfərov, Vüqar Bəşirov, Xəzər Xəbər.